Məşhur 21-lər dəstəsinin üzvü, 29 yaşında Xocalıda itkin düşən, 33 il sonra nəşi tapılan Mübariz Şahmurov, 1963-cü ildə Sabirabadın Nərimanabad kəndində doğulub. 1981-83-cü illərdə hərbi xidmətdə olub. Qarabağda müharibə başlayandan sonra 1991-ci il noyabrın 20-sində baş vermiş Qarakənd faciəsi onun səbrini daşıran son damla olur. Bu hadisələrdən hiddətlənən Mübariz dekabrda könüllü olaraq cəbhəyə yollanır. O və daha 20 nəfər milli qəhrəman Aqil Quliyevin rəhbərliyi ilə Xocalının müdafiəsinə başlayırlar. Göstərdikləri qəhrəmanlıqlara görə ad çıxardıqlarından onlara 21-lər deyilirdi. 1992-ci il fevralın 18-də Aqil Quliyev 16 döyüşçüsü ilə mühasirəni yarmaq və qadınları Xocalıdan çıxarmaq üçün erməni quldur dəstələrinin özlərinə post etdiyi qaz kompressoru idarəsinə hücuma keçir. Mübariz də bu dəstədə olur. 21-lər bu döyüşdə xeyli ermənini məhv etsə də əməliyyatı başa çatdıra bilmir və geri qayıtmalı olurlar. Şahidlərin sözlərinə görə ermənilər həmin postu partlatdıqdan sonra Mübarizi bir də heç kim görmür. Onun nəşi 33 ildən sonra 27 oktyabr 2025-ci ildə tapılır və dəfn edilir. Allah rəhmət eləsin.